Keçid alağın 18-ci testimizə. Choose the line of nouns in the singular. Təkdə olan isimlər cərgəsini seçin. A variantında people. People təkdədir. Daha doğrusu people cəmdədir. Təki nədir? Təki isə persondır. Ona görə də səhvdir. Quz, qaz təkdədir. Qiz isə cəmdədir. Clothes, palpaltar cəmdədir. Həmişə cəmdədir clothes sözü. Palpaltar deməkdir. Ona görə də clothes'ə görə də bu cümlə və people'a görə bu variant səhvdir. B variantına keçəyin. Feet, ayaqlar cəmdədir. Sportsman, ona görə də səhvdir. Feet, sportsman, idmançı adam. Petrol, yanacaq. Feet'ə görə bu variant səhvdir. C variantında women. Women cəmdədir. Qadınlar. Woman təkdədir. Women isə cəmdədir. Ona görə də C variantı da səhvdir. Foot, ayaq. Police həmişə cəmdə olan isimdir. Amma policeman olsaydı, police officer olsaydı, onda olasaydı tək. D variantı hostess, ev sahibəsi, doğrudur, təkdədir. Traffic, nəqliyyat, məsələn deyə bilərik ki, heavy traffic. Çünki nəqliyyat sayılmayan isimdir və həmişə nədədir? Təkdədir. Air, hava, atmosfer, hava, udduğumuz havadır air. Bir də var weather. Weather ümumiyyətlə havadır, amma air udduğumuz hava, atmosferdir. Və o da sayılmayan isimdir. Ona görə də təkdədir və ona görə də sayılmayan isimdir və ona görə də təkdədir demək istədim. Ona görə də variant D. E variantına baxaq. Teeth, dişlər cəmdədir. Trousers, cəmdədir, şalvar. Soap isə sabun deməkdir. Sabun isə sayılmayan isimdir və həmişə təkdədir. Deməli, teeth və trousers'a görə səhvdir E variantı. Cavab D variantı. 19-cu testimizə keçid alağın. Choose the correct variant. Doğru variantı seçəyin. The bird's nest. Quşun yuvası. Burada apostrof S nə deməkdir? Burada apostrof S ismin yəli halda, doğrudurmu? Və burada təkdədir, doğrudur. Quşun yuvası. S-dən öncə gəlib apostrof. Deməli, 1 doğrudur. İkinciyə baxaq. Women's magazines. Qadınların jurnalları. Burada biz demişdik ki, kökündən dəyişən isimlərdə necə olur? Kökündən dəyişən isimlər apostrof S-lə düzəlir onların təki. Kökündən dəyişən isimlərin həm təki, həm cəmi, cəminin possessive case'i apostrophe S olmalıdır. Yəni apostrof bax burada olmalıydı. N-lə S-in ortasında olmalıydı. Ona görə də ikinci variant səhv, ikinci cümlə səhvdir. Child's toy, uşağın oyuncağı. Burada da eynən, yəni yuxarıdakı kimidir. Apostrof harda olmalıdır? S-dən öncə. Ona görə də səhvdir. Çünki təkdədir, ona görə S-dən öncə olmalıdır. Amma cəmdə olsaydı, onda olasıydı children, apostrophe S. Bax, cəmdə olsaydı belə olasıydı. Children, apostrophe S. Niyə? Çünki bu da kökündən dəyişən nədir? İsimdir. Kökündən dəyişən isimlərin cəm forması da, yəni cəm yəliyi də eyni ilə təklər kimi neyinir? Düzəlir. Dördüncüyə baxaq. The man's sweater. Kişinin sviteri. Doğrudur. Bu da doğrudur. Çünki apostrof S-lə düzəlib. Fikir verin burada. 5-ci. Workers demands. İşçilərin tələbləri. İşçilər cəmdədir. Cəmlər də necə düzəlir? S apostrofla. Yəni apostrof çöldə olmalıdır. Necə ki, belə də yazılıb. Doğrudur. Deməli, cavab 1, 4, 5. Variant is E. Keçid alağın 20-ci testimizə. Choose the correct variant. Doğru variantı seçirik. Children's toys. Elə öncə 19-cu testi eynən onu başa saldım ki, orada deməli apostrof S-lə düzəlməlidir. Çünki kökündən dəyişən nədir? İsimdir. Baxın, apostrof burada olmalıydı. S-dən öncə olmalıydı. Burada yox. Ona görə də səhvdir. B variantına baxağın. Men's suits. Kişilərin kostyumu. Biz dedik ki, kökündən dəyişən isimlər necə olur? Apostrophe S. Apostrof harda olmalıydı? S-dən öncə. Burada isə elə deyil. Ona görə də səhvdir. C variantına baxağın. Deer's tracks. Maralın
izləri, ayaq izləri. Biz bilirik ki, marallar sözü də ikisi də diyədir. Sadəcə biri diyədir, digəri isə diyədir. Yəni cəmdə isə diyə kimi deyilir və hər ikisinin də possessive case apostrofe s-nə düzəlir. Necə ki, burada olduğu kimi. C variantı doğrudur. Deers, tracks, maralların ayaq izləri, yəni izləri. D variantına baxaq. Sheep's wool. Burada da apostrofe harda olmalıdır? S-dən öncə. Bu isə səhvdir. Üstəlik də ki, wool sözü pambıqdır. Üzr istəyirəm, yundur və bu söz cəmə düşmür. Çünki nədir? Sayılmayan isimdir. Sadəcə biz deyə bilərik ki, various of wools, of types of wools. Bax, belə də gedə bilər. Baxın, 20-ci testimizə choose the correct variant. Doğru variantı seçirik. Children's toys. Deməli, uşaqların oyuncaqları. Biz dedik ki, kökündən dəyişən isimlərin possessive case, yəni yəli halı necə düzəlir? Eynən təklər kimi, yəni S-dən apostrof nə vaxt qoyulur? S-dən öncə qoyulur. Burada deməli apostrof olmalıdır S-dən öncə. Bax, burada N və S-in arasında olmalıdır. Children's toys. Ona görə də bu səhvdir. B variantında men's suits. Kişilərin kostyumları. Burada da həmçinin kişilər sözü cəmdə olduğundan və kökündən dəyişən isim olduğundan apostrof S olmalıydı. Ona görə də bu da səhvdir. C variantına keçəyin. Deer's tracks. Deer sözü biz bilirik ki, təkdə də, cəmdə də eynidir, yəni maral eynidir. Sadəcə onların da possessive case həmişə apostrof S ilə düzəlir. Eynən təklər kimi. Ona görə də C variantı doğrudur. D variantına keçək. Sheep's wool. Burada 2 dənə səhv var. Həm sheep, o da eynən D kimi, təki də cəmi də eynidir. Sadəcə apostrof S olmalıydı. Bax, burada. S-dən öncə olmalıydı apostrof. Bir də ki, wool sözü sayılmayan isimdir və təkdədir və sayılmayan isim olduğuna görə də burada sadəcə nə vaxt cəmə düşə bilər? Məsələn, biz deyə bilərik ki, various types of wools, müxtəlif növdə olan nələr? Yunlar o halda ola bilər, amma əslində sayılmayan isimdir və həmişə təkdədir. Ona görə də D variantı da səhvdir. E variantına keçəyin. Policeman's cars. Burada birincisi olmalıdır apostrof S. Burada ümumiyyətlə apostrof yoxdur. Polislərin maşınları. Ona görə də bu variant da səhvdir. C variantı doğrudur. 21-ci testə keçəyin. Choose the correct variant. Burada da doğru variant seçməyimizi bizdən istəyir. Women's clothes. Qadınların paltarları doğrudur. Qadınlar sözü də apostrof S-lə düzəlir, düzdür. Qadınların daha doğrusu sözü. Children's room, uşaqların otağı doğrudur. Apostrof S-lə düzəlib, kökündən dəyişən isimlərdir. Sheep's wool, burada apostrof olmalıdır S-dən öncə, ona görə də 3 səhvdir. Men's caps, kişilərin papaqları, burada da apostrof S olmalıdır, amma S apostrof qoyublar, ona görə 4 də səhvdir. 5-ci, sportsman's clothes, idmançıların paltarı doğrudur. 5 də doğrudur. Variant is E. 1, 2 və 5. E. 22-ci testə keçid alağın. Choose the line of compound nouns. Mürəkkəb isimləri cərgəsini seçməliyik. Seafood doğrudur. 2 sözün. Biz ümumiyyətlə ilk öncə ona deyim ki, compoundlar 3 cür düzəlir. Ya bitişi olmalıdır. 2 sözün birləşməyinə əmələ gəlməlidir. Ya 2 sözün sadəcə birləşməyi yox, sadəcə ayrı-ayrı işlənməyindən əmələ gəlir. Yəni ayrı-ayrı yazılır. Ya da tiri ilə yazılır. Cefislə daha doğrusu yazılır. Keçid alağın 22-ci testimizə choose the line of compound nouns. Mürəkkəb isimlər cərgəsini seçməliyik. Mürəkkəb isimlər necə isimlər idi? Ya 2 sözün birləşməyindən əmələ gəlirdi, bitişik yazılırdı. Ya ayrı-ayrı yazılırdı.
bir-birlərlə əlaqəli olan söz olaraq ayrı-ayrı yazılırdı, ya da defislə yazılırdı. İndi testimizə baxağın. Seafood, dəniz məhsulu, bu doğrudur, compounddur. Cloakroom, qarderob, yəni paltar dəyişmə otağı, bu da compounddur. Tradition isə compound deyil, ona görə də E variantı səhvdir. Bir dəqiqə, E variantı səhvdir. B variantı inkpot, mürəkkəb qabı, doğrudur. Matchbox, kibrit qutusu, bu da doğrudur. Salesman, yəni satıcı kişi deməkdir. Yəni inkpot defislə yazılıb, doğrudur. İki sözün birləşməyinə əmələ gəlib. Match kibritdir, box qutudur. Bu da iki sözün birləşməyinə əmələ gəlib. Eləcə də salesman. Ona görə variant elə B variantıdır. Salesman isə satıcı kişi. Sale sözü satmaq, man isə kişi deməkdir. Tamamilə uyğun gəlir B variantı. Application. Application özü deməli derivativdir, uyğun gəlmir. Bathroom, hamam, doğrudur, bu compounddur. Oil field özü neft yatağıdır. Yəni oil özü neft idi. Field isə sahə, tarla mənası da var, həm də sahə mənası var. Burada isə neft yatağı kimi tərcümə olunur. Application sözünə görə C variantı səhvdir. Attendance, attendance yəni davamiyyət deməkdir. Attend sözündən götürülüb, ona görə də derivativdir, bu da səhvdir. Society, cəmiyyət. Society özü yəni simple noundur. Ona görə society görə də səhvdir. Seashore isə dəniz kənarı deməkdir, bu amma compounddur. E variantına baxaq. Project, bu simpledır. Snowman, compounddur. Sunrise, günəşin qalxması. Bu yəni çıxması, belə deyək də, günəşin çıxması. Bu isə compounddur. Deməli, projectə görə E variantı da nədir? Səhvdir. Deməli, keçəyin 23-cü testimizə. Choose the compound nouns. Eyni ilə mürəkkəb cümlə istəyir, mürəkkəb söz isimləri istəyir. Waitress, waitress sözü, burada ES şəkilsi var. E-double-S. Bu sözə görə səhvdir. Bu derivativdir. Playground, doğrudur, compounddur. Oyun meydançası. Babysitter, bu da compounddur. Dayə deməkdir. B variantına baxaq. Butterfly, kəpənək, compounddur. Childhood, childhood uşaqlıq nədir? Bu da derivativdir. Spaceship isə kosmik gəmi, bu isə compounddur. Childhood'a görə səhvdir. Bathhouse, bathhouse, hamam, doğrudur, compounddur. Workroom, iş otağı, compounddur, doğrudur. Salesman, bu da doğrudur. Salesman da doğrudur. Sales sözündən götürülüb, elə variant C idi. Deməli, D variantı postman, poçtalyon, doğrudur, compounddur. Boyfriend, oğlan dostu, compounddur. Brotherhood, brotherhood'a görə D variantı da səhvdir. Brotherhood qardaşlıq deməkdir, hood şəkilçidir. E variantı bathroom, freedom, underground, bathroom compounddur, freedom derivativdir. Underground isə nədir? Yeraltı, ümumiyyətlə yeraltı deməkdir. Məsəl üçün the underground station deyə bilərik. Məsələn, həm də metro kimi gedir. E variantı da səhvdir, cavab C. 24-cü testimizə keçid alağın. Burada da bizdən compound noun istəyir. Sportsman, idmançılar, doğrudur. Snowball, bu da doğrudur. Compounddur. Football, bu da compounddur. Elə variant, E variantıdır. B variantına baxaq. Airport, compounddur. Seaport, dəniz limanı, compounddur. Nephew, qardaş oğlu, bacı oğlu. Nephew'yə görə B variantı səhvdir. Dictionary, bu compound deyil. Teeth, compound deyil. Birthday, compounddur. Ona görə də C variantda səhvdir. D variantı strength, bu derivativdir. Strong sözündən götürülüb. Newspaper, compounddur. Classmate də compounddur. E variantına baxaq. Duty, duty həm səlahiyyət gedir, həm də vəzifə gedir. Həm də növbətçi mənası da var. Ona görə də burada bu elə simple noundur. Settlement, playground. Settlement özü derivativdir. Playground da nədir? Compounddur. Ona görə də E variantı da
Səhvdir. Settlement özü yaşayış yeri deməkdir. Yaşayış yəni məskəni kimi tərcümə olunur. Keçən 25-ci testimizə choose the compound nouns. Frenchman bu compounddur. German isə nədir? Simple'dır. Çünki Ger sözündən mən yaranmayıb. Bu German bir yerlərə gedir. Simple. A variantı səhvdir. B variantına baxaq. Development, armchair, development derivativdir. Develop sözündən götürülüb. Armchair isə compounddur. C-də toothbrush, diş fırçası, bu compounddur. Spaceship, kosmik gəmi, bu da compounddur. Cavab elə C variantı da görünür. Appointment məkan, yəni təyinat nöqtəsi, belə deyə də təyinat nöqtəsi gedir, görüş yeri gedir, amma derivativdir. Butterfly isə compounddur. Neighborhood, qonşuluq, hood sözü burada lıq-lıq şəkilçisidir. Ona görə də elə neighborhood'a görə E variantı da səhvdir. Hardship isə çətinlik deməkdir. Elə hardship'ə görə də səhvdir. Çünki ship burada şəkilçidir. Hard isə çətin deməkdir. Keçən 26-cı testimizə choose the compound nouns. Yenə bizdən isimlər, mürəkkəb isimlər cərgəsini tapmağımızı istəyir. Spaceship doğrudur. Kosmik gəmi. Compounddur. Airmail, hava meyli. Bu da compounddur. Elə variant is A. Information, inform sözündən götürülüb. Derivativdir, amma fireplace özü compounddur. Kamin deməkdir. C variantı moonlight, ayın işığı deməkdir. Bu da moon, ay, light işıq, bu compounddur. Movement isə move sözündən götürülüb hərəkət etmək deməkdir. Yəni feildən isim düzəldib. Ment, şəkil, kişidir. Bax, movement'a görə bu variant səhvdir. Leadership, liderlik. Handshake, əl sıxma, əl vermə, daha doğrusu əl sıxma gedir, ya əli belə yelləmək, əl vermək, belə deyə də əl vermək və əl sıxma kimi tərcümə olunur. Amma handshake özü compounddur. Leadership isə nədir? Derivativdir. Ona görə D variantı səhvdir. E variantına keçək. Sportsman. Sportsman yəni idmançıdır. Bu sportdan mən düzəlib, yəni compounddur. Norman isə German kimi nədir? Simple'dır. Ona görə ki, nor sözü yoxdur. Nor sözü yəni ayrıca yoxdur ki, mən ora birləşsin, yaratsın compound. Ona görə də Norman sözünə görə E variantı da səhvdir. Cavab A variantı 26A. Keçid alağın 27-ci testimizə choose the correct sentences with a noun in the possessive case. Deməli, yiyəli halda olan isimləri seçməliydi. Bəli. Deməli, birinci. The women's clothes were fashionable. Qadınların paltarları yəni dəbə uyğun idi, dəbli idi. Women's, biz bilirik ki, kökündən dəyişən isimlərin possessive necə düzəlirdi? Apostrophe S, yəni apostrof olmalıydı S-dən öncə. Ona görə də birinci səhvdir. İkiyə baxağın. There will be a surprise party at John's. John Gildə sürpriz bir ziyafət, sürpriz bir parti, yəni ziyafət, belə deyək, məclis keçiriləcək. Bu doğrudur. At John's. Bax, at John's burada gül deməkdir. Yəni John Gildə Azərbaycan dili elə tərcümə olunur o şəkilçi. Ona görə də ikinci cümləmiz doğrudur. The children's room is next to ours. Uşaqların otaqları bizimkinə yaxın, bizimkinin yanındaydı. Burada da biz bilirik ki, children necə düzəlir? Possessive apostrof S-lə. Ona görə də 3də səhvdir. We had to answer the policeman's questions. Biz polisin suallarına cavab verməli olduq. Polisin sualları. Burada daha doğrusu polislərin suallarına cavab verməli olduq. Bu doğrudur. Çünki men burada kökündən dəyişən isimdir və apostrofe S-lə düzəlib. Ona görə də bu da doğru variantdır. Deməli, cavab 2, 4, D variantı. Keçid alaq 28-ci testimizə choose the pair of nouns in the plural. Deməli, cüt isimlərin, yəni cəm cüt isimləri seçin. Bread. Bread, təbii ki, bilirik ki, sayılmayan isimlər həmişə təkdədir. Ona görə də A variantı səhvdir. Door zaman, qapılar doğrudur.
pluraldır. Ice cream, dondurma sayılmır, təkdədir. Windows cəmdədir, bəli. Pəncərələr deməkdir. I variantda zebras, zebralar. Eggs, yumurtalar. I variantı doğrudur. B variantına baxaq. Oranges, portağallar. Shirt isə köynək deməkdir. Orange-ə görə yox, daha doğrusu shirtə görə səhvdir. Orange doğrudur, cəmdədir. Yəni shirt isə təkdədir, köynək deməkdir. D variantı seaman doğrudur, cəmdir. Dənizçi deməkdir. Snow isə sayılmayan isimdə həmişə təkdədir. Ona görə də, Snow-a görə də D variantı səhvdir. Variant is E. 29-cu testi keçid alağın. Choose the pair of nouns in the plural. Bizdən cəm isimləri istəyir. School təkdədir. Child təkdədir. Cake təkdədir. Sofas cəmdədir. Divan deməkdir. E variantı man cəmdir. Book təkdir. Police cəmdir. Ball təkdir. Games cəmdir. Elə mice da sıçanlar. Mice da nədir? Cəmdir. Çaşdım. Üstündən xəy çəkdim. Variant is D. Keçid alağın 30-cu testimizə. Choose the nouns in the singular. Təksimləri seçmək lazımdır. Dishes, qab-qacaq, cəmdir. Pianos, pianinalar, cəmdir. Oil, neft, təkdir. Doğrudur. Gəlin plus qoyağın. Çox belə qarışıq olmasın. Oil sayılmayan isimdir. Həmişə nədədir? Təkdədir. Foot isə nədir? O da təkdədir. Ayaq deməkdir. Cəmi fitdir. Hen, toyuq. O da təkdədir. 3, 4, 5. Variant is B. Deməli, B variantı doğrudur. Keçid alağın 31-ci testimizə. Choose the compound nouns. Mürəkkəb isimləri bizdən istəyir. Sandcastle. Sandcastle, qum qalası. Doğrudur. Compounddur. Wisdom. Wisdom, müdriklük. Wise sözündən götürülüb. Don burada şəkilçidir. Ona görə də derivativdir. 2 səhvdir. Novelist, roman yazan, yəni yazar deməkdir. Bu da is şəkilçisindən yaranıb və derivativdir. Ona görə də 3 də səhvdir. Toothpaste, diş məzunu. Toothpaste ayrıca sözlərdir. Ona görə də 4-cü compound noundur. Variant is C. Bir dəqiqə səliqəsiz yarandı. Variant is C. 32-ci testimizə keçid alağın. Choose the compound noun. Mürəkkəb isimləri bizdən istəyir. Serve sözündən yaranıb. Servant sözü xidmətçi deməkdir. Bu derivativdir. Ona görə də bir səhvdir. İkinci rainbow. Rainbow, rain ayrıca, bow sözü ayrıcadır. Ona görə də compounddur və ikinci düzdür. Statesman, dövlət xadimi olacaq. State sözü ayrıcadır. Mən isə ayrıcadır. Ona görə də compounddur. Darkness, ness burada nədir? Şəkilçidir. Ona görə də 4-cü də səhvdir. Darkness özü derivativdir. Ona görə cavab 2, 3. 2, 3. Burada I variantıdır. I variantıdır. Keçid alağın 33-cü testimizə. Choose the pair of nouns in the singular. İndi bizdən tək isimlər istəyir. Meal sayılan isimdir. Meal sayılan isimdir. Yadda saxlayağın. Flower sayılan isimdir. İkisi də burada təkdədir. Elə cavab elə eydir deyəsən. Digərlərinə baxağın. Balls, toplar. Island burada təkdədir, amma cəmədə düşə bilər. Ada deməkdir. Ona görə də balls'a görə səhvdir. Tools, alətlər. Cəmdədir. Gift, hədiyyə, o isə təkdədir. Window təkdədir. Glasses həmişə cəmdə olan isimdir. Eynəklər deməkdir. Ona görə də B variantda səhvdir. Amma B variantı nəyə görə səhvdir? Sırf glasses sözünə görə. Əslində window doğrudur, singulardır. D-də umbrella doğrudur, təkdədir. Çətir. Monkeys isə meymunlar. Cəmdədir. Deməli, nədir variant? Variant yəni A variantıdır.
34-cü testimizə keçid alağın. Choose the sentences with a noun in the singular. Deməli, burada da bizdən tək isim istəyir. My pajamas are green. Pijamas həmişə cəmdə olan isimdir. Ona görə də E variantı səhvdir. This boy has got a grey coat. Bu oğlanın deyir boz rəngdə paltosu var. Bəli, boy təkdədir. Has də təkdədir, uzlaşır. Ona görə də variant is B. Children like bananas. Uşaqlar banan sevirlər. Uşaqlar cəmdədir, singular deyil. D variantı the pillows are on the beds. Yastıqlar yatağın üstündədirlər. Pillows cəmdədir, bizdən isə tək istəyir. Ona görə D variantı səhvdir. The guests have already come. Qonaqlar artıq gəlmişdi. The guests, qonaqlar cəmdədir. Variant is B. 35-ci testə baxağın. Choose the nouns. İsimləri deyir seçəyin. Tourist, turist deməkdir. Bəli, doğrudur, insandır. Ona görə də isimli, canlı isimdir. Useful, faydalı, gərəkli, faydalı, xeyirli. Bu nədir? Bu adjectivdir. Yəni sifətdir. Brave, cəsarətli, cəsur. Burada da bu üçüncü variant, üçüncü cümlə səhvdir. Daha doğrusu üçüncü söz səhvdir. Çünki burada adjectivdir, yəni sifətdir. Decoration, decoration dekorasiya deməkdir. Və burada bəzək-düzəkdə belə deyək, decorate sözündən götürülüb, sözün özü decorate, bəzəmək, bəzəməkdən decoration yaranıb, isim yaranıb, fiildən isim yaranıb. Ona görə də dördüncü söz də doğrudur. 1-4 variant is E. Deməli, keçəyin indi də 36-cı testimizə choose the compound nouns. Mürəkkəb isimlərin cərgəsini seçəyin. Hairbrush, saç darağı, bəli, doğrudur, compounddur. Sandstorm, qum fırtınası, doğrudur. Anniversary, anniversary, bax dictionary'dir, anniversary'dir, çox uşaq çaşdırır, elə bilirlər bunlar derivativdir. Amma xeyr, bunlar simple nounlardır. Deyim ki, qədim ingilis dilində əslində bunlar latın dilindən götürülüb deyə qədim ingilisində bunlar derivativ kimi gedirdi. Amma müasir ingilisində necə gedir? Simple noun kimi yadda saxlayın əziz şagirdlər, abituriyentlər. Ona görə də üçüncü səhvdir. Dördüncü, yəni anniversary sözü səhvdir. Compound deyil, simpledır. Dördüncü sözümüz worship. Worship hərbi gəmi deməkdir. Çünki ship burada nə idi? Gəmidir. Keçən videolarda da mən onu qeyd etdim. Deməli, burada ship əgər gəmi mənasını verirsə, onda compound noun olur. Əgər lıqliki, luqluk kimi tərcümə olunursa, yəni şəkilçi kimi tərcümə olunursa, onda olur nə? Derivative. Burada isə bu compounddur. Çünki kosmik gəmi, çünki burada hərbi gəmidir. Məsələn, spaceship var, kosmik gəmi, o da eynən warship kimi compound noundur. Importance, importance vaciblik deməkdir. Important sözündən götürülüb. Important özü yəni important sifət formasıdır, vacib. Importance isə vaciblik, mühümlük, vaciblik deməkdir. Cavab burada da derivativdir 5. Ona görə də isimdir, amma derivativdir. Cavab 1, 2 və 4 D variantı.